diş pastası. Təklif elədilər. Mən dedim ki, yox, yəni insanlar buna inanıb fikirləşəcək ki, bəs mənim dişlərim ona görə ağarıb. Halbuki mən vener elətdirmişəm və yaxud stomatoloqlar mənə yazır ki, gəlin reklam çəkək bizim üçün. Mən imtina edirəm nəyə görə? Çünki mən digər həkimdə bunları eləmişdim. Ona görə düzdür, mən bunu barterlə eləməmişdim, öz pulumla eləmişdim və nə olsa da, nə qədər pul təklif eləsələr də mən imtina edəcəm. Bu çox önəmlidir həqiqətən. Çünki mən bu yaxınlarda bir bloqerin diş pastası reklamını gördüm və onda rəylərdə də hamı yazmışdı ki, sənin dişlərin vinirdir. İnsanlar da bunu bilir. Yəni kimi aldadırsınız ki? Bu əslində çox önəmlidir. Bu etik deyirlər də. Burada etikaya diqqət etməyiniz çox önəmlidir. Bir də mən enerji içkiləri reklam etmirəm. Ziyandır deyə. Bəli, ziyandır deyə xoşlamıram. Düzdür, insanlar içə bilər, xoşlaya bilər, amma mən etmirəm. Yəni çünki mənə baxanlar ən çox yəqin ki, uşaqlardır. Gənclərdir, bəli. Onlara pis nümunə olmaq istəmirsən. Bəli. Və məsəl üçün arıqlama çayları, kökəlmə kofeləri, bunlar necə? Bunlardan məncə yox. Mən onlardan da imtina edərəm. Niyə də diqqət edirsən? Özüm də istifadə etmirəm. Özüm istifadə etmədiyim şeyləri reklam etmirəm.